Deməli, əziz və dəyərli müəllimlər, əksəriyyət müəllimlərimizin belə bir sual təqdim edir ki, Aytaç müəllimə Venn diaqramını fənn kurikulumunun tərkib hissəsində üsullarda başa düşürəm, lakin ixtisasda üçlü Venn diaqramlar olduqda çox çətinlik çəkirəm. Hətta ən yaxşı bildiyim mövzu belə məndə böyük bir çaşqınlığa səbəb olur. Necə işləyəcəyimi xeyli düşünürəm. Əziz müəllimlər, hər bir şeyin öz elmi olduğu kimi, bu üçlü Venn diaqramları ilə də qısa müddətə işləməyin təbii ki, qısa yolları var. Mən bunları özüm ixtisas müəllimi olaraq qısa müddətdə, daha asan müddətdə necə tapıram, onları indi sizin nəzərinizə çatdıracağam. Diqqətlə dinləyək və ümidvaram ki, bir də bu üçlü Venn diaqramlarında hər hansı bir problemimiz olmayacaq. Deməli, burada bizə hər birimiz fənnimizi bildiyimiz üçün fənnimizə uyğun olaraq Venn diaqramı verilir. Bizim ixtisas coğrafiya olduğu üçün coğrafiyada nümunə göstərəcəm. Burada bizim 3 keçid iqlim qurşağımız deməli qeyd olunmuşdur. Subtropik, subarktik və subekvatorial. Məlumdur ki, burada müqayisə xarakterli və oxşar xarakterli xüsusiyyətləri tapacağam. Əziz müəllimlər, mən birinci necə tapıram? Baxıram, qarşı-qarşıya verilən iki Venn diaqramının ortaq xüsusiyyətini birinci tapıram. Deməli, qarşı-qarşıya verilən birinci subtropikdir və subarktikdir. Daha sonra isə bunların hər ikisinin ən orta hissəsində hansı rəqəm verilibsə, mən bilirəm ki, subtropikdən subarktikin oxşarıdır. Bu isə əziz müəllimlər 2-dir. Deməli, mənim birinci işim bu tipli testlərdə qarşı-qarşıya verilən iki diaqramın orta xüsusiyyətini tapmaqdır. Birinci qarşı-qarşıya veriləni tapırıq. Deməli, subtropikdən subarktikin orta xüsusiyyəti nə olacaq? Yəni, iki rəqəmi bunlar üçün ortaq xüsusiyyəti ifadə edir. Bu isə əziz müəllimlər, ilin müəyyən dövründə mülayim hava kütlələrinin hakim olması olacaq. Çünki yayda və qışda müxtəlif vaxtlarda subtropikə də, subarktika da bildiyimiz kimi mülayim hava kütlələri daxil olur. Yəni, bunu biz ixtisas olaraq bilirik. Sadəcə iş prinsipi belədir ki, birinci nəyi tapdım? Qarşı-qarşıya qoyulan iki Venn diaqramının ortaq xüsusiyyətini tapdım. Daha sonra isə əziz müəllimlər, eləyəcəyim növbəti addım hər üçü üçün ortaq olan. Hər üçü üçün ortaq olan isə əziz müəllimlər 5 olacaq. Nəyə görə? Baxırıq ki, baxın, bir bu kəsişməyə diqqət edin. Bir buna diqqət edin, bir də buna. Hər ikisi görürsünüzmü? Ortaq kəsişir 5-də. Deməli, üçü üçün ortaq olan bir xüsusiyyəti tapmalıyam. Deməli, 2-yə tapdım A, 5-ə də tapacam C. Çünki hər biri keçid olduğuna görə özünə məxsus hava kütləsi yoxdur. Yəni, əsas iqlim qurşağı deyil. Deməli, 5 olacaq C. Müəllimlər, bütün bunları elədim. Deməli, 2 dənə qarşı-qarşıya olanın oxşarını tapdım, bir də 3-ünün oxşarını tapdım. İndi qaldı nə əziz müəllimlər? İndi o qaldı ki, hər birinin xarakterli olan xüsusiyyəti tapmaq çox rahat. İndi birinci subtropikə olan xüsusiyyəti tapıram. Subtropikə olan xüsusiyyətim olacaq ki, 4 fəsil müşahidə olunur. Deməli, 1-ə uyğun gələcək D, 2-yə A-nı tapmışdıq, 5-ə də C-ni tapmışdıq. Qaldı subarktika uyğun olan xüsusiyyətim. Subarktika uyğun olan xüsusiyyətim isə əkinçilik inkişafı üçün şərait yoxdur. Deməli, 3 olacaq Y. Sonra qaldı nə? 7 qaldı əziz müəllimlər. 7 də subekvatoriala aid olan xüsusiyyətdir. Subekvatoriala aid olan xüsusiyyət isə o olacaq F variantı. Hə, bir də əziz müəllimlər, burada qalır 4-dən 6. İndi sual verə bilərsiniz ki, bəs 4 nədir? 4-ə nəyə baxırıq? Deməli, 4 bir də 6-ya baxırıq müəllimlər. 4-dən 6-nı ayrı-ayrılıqda baxacaq ki, hansı hansının arasındadır. Məsələn, hərəsin xüsusiyyətini tapdım, ikisini qarşı-qarşıya müqayisə elədim. Qaldı bir dənə bu qıraqda olan 6 ilə 4-üm. İndi gəlin görək onları necə tapaq. Ən axırda həmişə bunu saxlayın əziz müəllimlər. Yəni tövsiyəm budur. Birinci 6-ya baxım. 6 hardadır? Subekvatorialla subarktikin arasında. Deməli, elə bir xüsusiyyət tapmalıyam ki, həm subarktika aid olsun ortaq, həm də subekvatoriala. Bu isə B olacaq. Çünki hər ikisi yayda yağıntıların çox müşahidə olunması seçilir. Deməli, 6 olacaq B. Qaldı bir dənə 4-üm. 4 də subtropikdən subekvatorialın yenə arasında olduğuna görə hər ikisini ortaq xüsusiyyət tapmalıyam. Bu isə əziz müəllimlər, ilin müəyyən dövründə tropik hava kütlələrinin hakim olması ilə
xarakterik olacaq. Yəni fəsil fərqli olacaq. Hansında fəsil, hansında hansı fəsildə daxil olması. Amma ortaq xüsusiyyət odur ki, nəticə etibarilə tropik hava kütləsi daxil olacaq. Deməli, bu qədər sadə və rahat şəkildə cavabımızı tapdıq. Cavabımız olacaq A variantı. Diqqətinizə görə minnətdarım.